günün hava hakkında məlumatını diqqətinizə çatdıracağıq. Bugün iyulun ilk günüdür və iyulun 2-sinə gözlənilən günün hava haqqında məlumatını isə diqqətinizə çatdıracağıq Milli Hidrometeorologiya Xidmətinə istinadən. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu isə gündüz 27-32, gecə isə 19-21 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, hava şəraiti rayonlarda da yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq və dolu düşmə ehtimalı var. Gecə səhər isə bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq və mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq. Dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə isə gündüz dağlıq ərazilərdə havanın temperaturu isə 24-28 dərəcəyə qədər yüksəlmiş olacaq.